Salam, dəyərli kanal izləyiciləri. Biologiya 2-ci hissə test toplusunda olan fənlərarası əlaqə, mühüm bioloji proseslərin qarşılıqlı əlaqəsi testlərinə baxırıq. Birinci sualda bitki sortlarının və heyvan cinslərinin yaranma tarixi başlayır. Bu kromanyonlar biz bilirik ki, heyvanları əhliləşdirmiş, həmçinin əkinçiliklə məşğul olmuşlar. Yəni o dövrdən başlayaraq, bəli, heyvanlar əhliləşdirilib, yeni heyvan cinsləri yaranıb və həmçinin bitkiləri də mədəniləşdirmişlər. Kromanyonlar, D variantı. 2. İnsan orqanizmində ehtiyat halında toplanan karbohidrat, bu glikogen karbohidratıdır, polisaxariddir. Ehtiyat şəklində qaraciyərdə toplanır. Üçüncü sual. Nümayəndələri arasında xemosintez edici orqanizmlər var. Xemosintez edicilər ancaq biz bilirik ki, bakteriyalar aləmində var. Ona görə bakteriyaları götürürük. Dördüncü sual. Nümayəndələrində həm fotosintez, həm xemosintez. Və burada yenə xemosintez sözünü gördük. Bu da bakteriyalarda var ancaq. 5. Beyin yarımkürələrinin boz maddəsi, qalxana bənzər vəzi və eşitmə reseptorları rüşeyin vərəqlərinin törəmələridir. Hansı rüşeyin vərəqlərinin? Beyin yarımkürələrinin boz maddəsi və reseptorlar ektoderma mənşəlidir. Qalxana bənzər vəzi endoderma mənşəlidir. Qalxana bənzər vəzi, mədaltı vəzi, bunlar endoderma mənşəlidir. Amma reseptorlar, beyin yarımkürələrinin boz maddəsi, bunlar ektoderma mənşəlidir. 6-ya baxırıq. Hansı xarici qıcıqlanmaya aid deyil? Qıcıqlanma daxili və xarici ola bilər. Ümumiyyətlə, bitkilərdə bütün tropizm hadisələri xarici qıcıqlanmadır. Yəni, xaricdən qıcıq gəlir və bitki də ona reaksiya verir. Həmçinin spermatozoidin yumurtaya doğru hərəkəti də xarici qıcıqlanmadır. Amöbün duzlu sudan uzaqlaşması xarici qıcıqlanmadır. Burada iki variant qaldı, B və C. Qanda adrenalinin miqdarının artması, qanda tiroksinin miqdarının artması. Qanda adrenalinin miqdarı nə vaxt arta bilər? Ya insan xaricdən nəsə bir məlumat əldə etməlidir, yəni ya bir şad xəbər olmalıdır, sevinməlidir, adrenalin arta bilər və ya qorxmalıdır, adrenalin arta bilər. Yəni bu da xarici qıcıqlanmaya misaldır. Amma qanda tiroksinin miqdarının artması daxili qıcıqlanmadır. Yəni xaricdən heç bir təsir tiroksinin miqdarının artmasına səbəb ola bilməz. C variantı. Yeddiyə baxırıq. Qeyri-cinsi çoxalmanın hansı formasında kombinativ dəyişkənliyi baş verir? Kombinativ dəyişkənliyin baş verməsi üçün meyoz prosesi olmalıdır. Yəni kombinativ dəyişkənlik meyoz zamanı Krasingover hadisəsindən sonra yaranır və ya meyozun anafazasında xromosomların təsadüfi olaraq qütblərə çəkilməsindən yarana bilər və ya qametlərin təsadüfi birləşməsindən yarana bilər. Bir sözlə meyoz gedən prosesi tapmalıyıq. Calaq vegetativ çoxalmadır. Burada meyoz olmur. Tumurcuqlanma da qeyri-cinsi çoxalmadır. Fragmentasiya qeyri-cinsi çoxalmadır. Düzdürmü? İki qat mayalanma nəticəsində. İki qat mayalanmada gedə bilər, amma bizdə burada soruşur ki, qeyri-cinsi çoxalmanın hansı formasında? İki qat mayalanma qeyri-cinsi çoxalma deyil, götürə bilmərik. Amma sporla çoxalma qeyri-cinsi çoxalmadır. Sadəcə spor meyoz yolu əmələ gəldiyinə görə, bəli, orada kombinativ dəyişkənlik baş verə bilər. 8. Hüceyrə strukturlarından hansı bütün yastı qurdlar üçün ortaq deyil? Yastı qurdlar tipinin, demək, kiprikli qurdlar sinifi var, sorucu qurdlar, bir də lentşəkilli qurdlar sinifi. Kiprikli qurdlar sinifi, yəni ağ planarı aerobdur. Oksigenli mühitdə yaşayır, tənəffüs eləyir. Amma sorucu qurdlar, lentşəkilli qurdlar anaerob yolla, yəni yetkin fərdləri anaerobdur.
oksigensiz mühitdə yaşayır. Oksigensiz mühitdə yaşayırsa, demək, mitoxondriyaya ehtiyac duymaz. Çünki mitoxondrinin funksiyalarını yadımıza salaq. Hüceyrədə enerji mənbəyidir. Həmçinin hüceyrə daxili tənəffüsdə iştirak edir. Yəni energetik mübadilənin 3-cü mərhələsi, oksigenli mərhələsi mitoxondridə gedir, düzdürmü? Amma məsələn qaraciyər solucusu, öküz solucusu onlarda oksigensiz parçalanma gedir. 9. Mikroskopik orqanizmləri öyrənən elm sahəsi mikrobiologiya, mikroorqanizmləri öyrənir. 10-cu suala baxırıq. Heyvanlarda xəstəlik törədən mikroorqanizmləri və onların aradan qaldırılmasını öyrənən heyvanlarda deyirsə, xəstəlik törədən mikroorqanizmləri bu mikrobiologiyanın baytarlıq mikrobiologiyası şöbəsi var, o öyrənir. 11-ci sual. İnkişaf mərhələsi verilmiş canlıda qışlama ilə əlaqədar aşağıdakılardan hansı baş verir? Biz, demək, göl qurbağasının inkişaf siklini görürük burada. Həmçinin bilirik ki, qurbağalar qışlama ilə əlaqədar onlar, demək, qışı anabiyoz vəziyyətdə keçirirlər. 12. Əksər meyvə ağacları mürəkkəb heterozigot. Yəni heterozigot. Məsələn, böyük A, kiçik A. Hansı çoxalma üsulu bu bitkilərin faydalı əlamətlərini qoruyub saxlaya bilər? Bunu ancaq qeyri-cinsi yolla çoxaltsam, yəni heç nə dəyişməyəcək. Bunlardan biri də vegetativ çoxalmadır. Düzdürmü? Vegetativ çoxalma da qeyri-cinsi çoxalmanın bir formasıdır. Və arzu olunan əlamət burada dəyişməyəcək. Amma sporla çoxaltsaq, biz bunu bilirik ki, spor meyoz yolla əmələ gələcək. Meyvələrlə çoxaltsaq, meyvənin tərkibində toxum var, toxumda hər iki valideynin əlamətləri var. Cinsi çoxalmada həmçinin hər iki valideynin əlamətləri olacaq. Toxumla çoxalma da elə cinsi çoxalmadır. Amma vegetativ çoxalma qeyri-cinsi çoxalmadır. Həmin əlamət qorunub saxlanılacaq. 13. Üzvə aləmin eyni mənşəli olmasını sübut edən dəlil hansıdır? Canlı və cansız təbiətin oxşarlığı, xeyr. Orqanizmlərin ətraf mühitlə əlaqəsi, xeyr. Canlı təbiətdəki əksər orqanizmlərin hüceyrəvi quruluşa malik olması, bəli, bu ola bilər. Bəli, bütün canlılar, viruslar istisnadır. Bütün canlılar hüceyrəvi quruluşa malikdir. 14-cü sual. Aşağıda sxem verilib. Demək, DNT-nin bir zəncirdə AGS-dir. Ona uyğun qarşıdakı zəncirdə olacaq TSQ. TSQ. Demək, burada elə bir A variantında başlayır TSQ. Həmin bu TSQ-ya uyğun, demək, məlumat erentini çıxardaq 2-ni. A, Q, S olacaq. Həmin məlumat erentiyə uyğun nəqliyyat erenti 3-ü çıxardaq. Adırsa, demək, U, S, Q olacaq. A variantı uyğun gəlir. Xəmirə qatılmış maya göbələyi aşağıdakı göstərilən hansı prosesi həyata keçirir? Demək, o, xəmirin tərkibində olan qlükozanı parçalayır etil spirtinə, bir də karbon qazı. Həmin o karbon qazıdır ki, xəmiri belə məsaməli edən. Bəli, maya göbələyi məhz bu B variantda gördüyünüz reaksiyanı həyata keçirir. 16. Bir yumurta əkizləri heyvanların bilavasitə hansı hüceyrələrlə başlanğıc götürür? Bir yumurta əkizləri bir ziqotdan əmələ gəlir. Tutaq ki, bu ziqotdur. Həmin o ziqot 2 yerə bölünür mitoz yolla, əmələ gətirir blastomerləri. Həmin o blastomerlərdən də eyni yumurta əkizləri başlanğıc alır. İndi bilavasitə dediyinə görə blastomerlərdən götürür. 17.
Göstərilən qidalanma üsullarından hansı yalnız avtotrof qidalanma ilə əlaqədardır? Xemotrof, bəli, avtotrofun bir növüdür. Yəni bakteriyalarda olur. Avtotrof qidalanma, fototrof və xemotrof növləri ola bilər. Xemotroflar ancaq bakteriyalarda olur. 18. Parazit yastı qurdların təkamülü hansı yolla və hansı istiqamətdə getmişdir? Təkamülün iki istiqaməti var. Bioloji tərəqqi və bioloji tənəzzül. Bioloji tərəqqiyə aparan yollar 3 yol var. Aramorfoz, idioadaptasiya, bir də ümumi degenerasiya. İndi yastı qurdların təkamülü bioloji tərəqqi istiqamətində gedib, amma hansı yolla? Ümumi degenerasiya yolu ilə gedib. Çünki burada parazit yastı qurdlar deyir. Məsələn, öküz soyuq. Onlarda həzm sistemi ümumi degenerasiyaya məruz qalıb yoxdur. 19-a baxaq. Hüceyrəsinin qılafında selüloza olmayan əksər növ canlı orqanizmlərdə hansı proses baş verməz? Hüceyrəsində selüloza olmayan əksər növ orqanizmlər heyvanlardır. Heyvanlarda da fotosintez baş verməz. Yəni əksəriyyətində baş verməz. İndi bir-iki heyvan istisnadır orada. 20-ci suala baxaq. Hüceyrəsində sentriollar olan əksər canlı orqanizmlərdə hansı baş verməz? Hüceyrədə sentriol varsa, əksəriyyətin soruşursa, bu heyvandır. Çünki ali bitkilərdə sentriol olmur. Dahi göbələklərdə olmur. Demək, heyvandan hansı baş verməz? Heyvanda iki qat mayalanma olmaz, düzdürmü? C variantı olmaz. 21. Torpaqda gedən proseslərdən hansı ali bitkilər üçün zərərlidir? A. Çürümə bakteriyaların fəaliyyəti. Xeyr, çürümə bakteriyaları əksinə üzü maddələri çürüdür, minerallaşdırır, bitkilər də o mineral maddələrdən istifadə edir. Nitratların azota qədər parçalanması, bəli, bu zərərli ola bilər. Nitratlar gübrədir, belə başa düşək. Yəni, azota qədər parçalansa, bitki o azotdan istifadə edə bilməyəcək. Amma azot nitratlara qədər çevrilsəydi, bitki o nitratları mineral duz şəklində qəbul edə bilərdi. Düzəlməkdə olan bitki toxumunun xarici mühitə buraxdığı karbon qazının dəyişməsi bitki düzələrkən tənəffüs intensivləşir. Yəni, daha çox oksigen odur, təbii ki, daha çox karbon qazı buraxır. 23-ə baxırıq. Adadovşanının diploid xromosom sayı 44-dür. Normal erkək adadovşanın dünyaya gəlməsi üçün hansı spermatozoid və yumurta hüceyrə mayalanmalıdır? Erkək deyirsə, demək 44-dürsə, bu 44-ün 42-si autosomdur, düzdürmü? İkisi cinsi xromosomdur. Erkək dediyinə görə adadovşanın erkəyi XY. Çünki məməlilərdə XY-dir erkək. İndi bu erkək adadovşanın əmələ gəlməsi üçün hansı qametlər mayalanmalıdır? Bu autosomlardan 21 olmalıdır. Cinsi xromosomlardan birində X olmalıdır, birində Y. Həmin varianta baxaq. A variantı uyğun gəlir. Spermatozoid 21Y, yumurta hüceyrə 21X. Yəni yumurta hüceyrə zaten X-i verəcək. Amma erkək qaməti spermatozoid Y xromosom yığımına malik olmalıydı. 24. Əksər mutasiyalar yalnız hüceyrənin bilavasitə sitoplazmasında baş verirsə, deməli bu mutasiya ancaq sitoplazmada baş verir. Demək, bu canlının nüvəsi yoxdur da. Nüvəsi olsaydı, nüvədə də baş verə bilərdi. Onda nüvəsi olmayana biz nə demişdik? Prokaryot demişdik. Calaqaltını və calaqüstünü ayrı-ayrı bitki sortlarından götürməklə bağban yeni meyvə bitkisi yetişdiribsə, onda bu
hibriddir. Hibridə qarışıq deməkdir. Yəni hibrid canlılar odur ki, onlar valideyn formaları bir-birindən fərqlənir. Bəli, calaqaltı da, calaqüstü də əgər ayrı-ayrı bitki sortlarıdırsa, ondan alınan bitki hibrid olacaq. 26. Bakteriyalar üçün doğru olanı göstərin. A. Üzvü maddələri sintez etmirlər. Niyə etmirlər? Bunlar da canlıdır, üzvü maddə sintez eləməlidir. Ribosomları var, zülal sintez edir. B. Avtotrof və heterotrof qidalanmanın bütün üsullarından istifadə edirlər. Bəli, avtotrofun fototrof, hemotrof istifadə eləyir. Heterotrofun saprofit, parazit, hətta simbioz nümayəndələri də var. Bu doğrudur. C-yə baxaq. Mitoxondri yoxdur bakteriyalarda. Bakteriyalarda bir dənə orqanoid, o da ribosomdur. Olcu yoxdur. Sporla çoxalmır bakteriya. Spor onu əlverişsiz mühitdən qoruyur. 27. Süni seçmə həyata keçirilməyə başlanmışdır. Süni seçməni həyata keçirən insan olub. İnsan da Paleozoy erasının 3 dövrü var. Paleogen, neogen, bir də antropogen. İnsan antropogen dövründə əmələ gəlib, yaranıb və insan yaranıbsa süni seçmə də həyata keçirilməyə başlayıb. 28. Bitkilər adətən hansı ilə çoxala bilməz? Meyvə yanlığı ilə çoxala bilməz. Meyvəsi ilə çoxala bilər. İçində toxum varsa meyvəni, bəli, onunla çoxala bilər. Yarpağı ilə bəli, elə bitki, məsələn, limon, uzanbar bənövşəsi, beqoniya yarpaqla çoxalır. Zoğla onsuz da əksər bitkilər çoxala bilir. Kökü ilə də çoxala bilir. 29. Bitkilər adətən çoxala bilməz, çiçək yanlığı ilə çoxala bilməz. 30-a baxırıq. Yaşıl quş mamırının sporundan düzələn yaşıl nazik sapın 3, qutucuq divarının isə 2 hüceyrəsinin xromosom dəsti neçə olar? Spor meyoz yolla əmələ gəldiyinə görə spor olur haploid. Spordan düzələn yaşıl nazik sap, yəni protonema, o da haploid olur. Yəni N olur. Amma qutucuq ziqotdan əmələ gəlir. Ziqot da diploid olur. Qutucuğun divarı 2N'dir. Qutucuğun divarı 2N'dir. Amma yaşıl nazik sap N'dir. İndi burada say verib. Yaşıl nazik sapın 3. 3-dürsə 3-ü vuracam N'ə burada. Qutucuq divarında 2 hüceyrəsi. 2N'i də 2-yə vuracam. Sonra toplayacam. 3N, bu da 4N. Cəmi 7N edir. Eyni ilə 31-də də yaşıl quş mamırının sporundan düzələn yaşıl nazik sapın 2. Demək 2N artıq burada var. 2N üstəgəl. Qutucuq divarının isə 3. 3-ü vuracam 2N-ə 6N. 6N, o da 2N toplayırıq. Edir 8N. Davam edək. 32-yə baxırıq. Daxilində qidalı mühit və oksigen qazı olan ağzı qapalı sınaq şüşəsinə heterotrof yolla qidalanan anaerob bakteriya salınmışdır. Bir müddətdən sonra bu sınaq şüşəsində üzvü maddələrin və oksigenin miqdarı necə dəyişəcək? O heterotrof bakteriya üzvü maddədən istifadə eləyəcək. Üzvü maddə azalacaq. Amma anaerob olduğuna görə oksigendən istifadə etməyəcək. Oksigen dəyişməyəcək. Ona görə də üzvü maddə azalan, oksigen dəyişməyən və A variantına fikir verin. Birinci xətt üzvü maddəni bildirir, azalır. Amma ikinci xətt oksigeni bildirir. 33-ə baxırıq. Yenə də daxilində qidalı mühit və oksigen qazı olan ağzı qapalı sınaq şüşəsinə heterotrof yolla qidalanan, burada artıq aerob bakteriyadır. Aerob olduğuna görə hər ikisinin miqdarı azalacaq. E variantı uyğun gəlir. 34-ə baxırıq.
qıcı protalının xromosom yığımı nə üçün haploid olur? Qıcının protalı düzəltisi spordan əmələ gəlir. Sporda haploiddir. Spordan inkişaf etdiyi üçün. Protonemanın xromosom yığımı nə üçün haploid olur? Protonema mamırın düzəltisidir. Yenə eyni ilə protonemada spordan yarandığına görə, spordan inkişaf etdiyinə görə haploid olur. Cavab B. 36-ya baxırıq. Demək, hansında resessiv əlamətin üzə çıxma ehtimalı daha çoxdur? Bizə 1 verib gametofit, yəni bitki, 2 sporofit və qutucuğu verib, 3 də ki, bu cüzərtini verib, protonemanı verib. Gametofit, yetkin mamır, gametofit, haploiddir. Xromosom sayı N-dir. Xromosom sayı N-dirsə, yəni burada allel genlərdən birini daşıyır. Ya böyük A-nı daşıyır, ya kiçik A-nı. Yəni ikisini eyni anda daşıya bilməz. Diploid deyil. Sporofit, qutucuq 2N-dir. Çünki ziqotdan inkişaf edir. 2N olduğuna görə, bu allel genlərdən hər ikisini daşıya bilər. Yəni ya bunda böyük A var, ya böyük A, kiçik A var, ya da kiçik A var. Yəni üçündən biri ola bilər. Gəldik 3-ə, protonemaya. Protonema spordan əmələ gəlir, haploiddir. Haploid olduğuna görə, yəni allel genlərdən biri onda var. Ya böyük A-sı var, ya kiçik A-sı var. Sualda deyir ki, hansı resessiv əlamətin üzə çıxma ehtimalı daha çoxdur? Birinciyə baxaq. Birincidə ya böyük A-sı var, ya kiçik A-sı. 50%. İkinciyə baxaq. Resessiv əlamət burada üzə çıxa bilər. Kiçik A, kiçik A-da. 3də 1. 3də 1, yəni 33% ehtimal var. Üçüncüdə də ya böyük A ola bilər, ya kiçik A, yəni 50%. Ən çox hansı oldu? 1 ilə 3 50%-dir. Amma ikincidə 33-dən %33%. Belə fikirləşin. 37-ci sual, düzdür, burada biraz yaxşı düşməyib. Ziqot göstərir. Ziqot hər hansı bədən hüceyrəsini, ziqotu hər hansı bədən hüceyrəsindən fərqləndirən əsas xüsusiyyət. Biz bilirik ki, ziqot yeni orqanizmə başlanğıc verir, düzdür? Mayalanma gedir, ziqot yaranır, mitoz yolla bölünür. Demək, toxuma orqanları orqanizmə əmələ gətirir. Yeni orqanizmə başlanğıc verir, amma bədən hüceyrəsi elə deyil. Amma oxşar cəhət desəydi, hər ikisi diploiddir. 38. Hansı mülahizə səhvdir? İnsanda pi və tər vəzləri derma qatında yerləşir. Düzdür. B. Epidermis çoxqatlı epitel toxumasına əmələ gəlib. Bəli, insanda çoxqatlı epiteldir. C. Epidermisin bütün hüceyrələri ölüdür. Xeyr. Epidermisin üst qatındakı hüceyrələr ölüdür. Amma alt qatında hüceyrələr canlı hüceyrələr. 39-a baxırıq. Şəkildə müxtəlif tozlanma formaları göstərilmişdir. Demək, bu tozlanma formalarına uyğun mülahizələri müəyyən edir. Birinci şəkildə biz öz-özünə tozlanmanı görürük, ikincidə çarpaz tozlanma. İndi baxaq. 1. Heterozigot fərdlərin sayı artır. Siz seleksiyadan yadımıza salaq. Orada heterozigotlar hansı tozlanmada artırdı? Təbii ki, çarpaz tozlanmada heterozigot fərdlərin sayı artır. Arzu olunan əlamətlər möhkəmlənir. Öz-özünə tozlanmada möhkəmlənirdi. Öz-özünə tozlanmada homozigotların sayı artır. Akasiya və yonca bitkiləri üçün xarakterlikdir. Bunlar həşəratla çarpaz tozlanır. Bura qeyd edə bilərik 3-ə. Homozigotların sayı artır. Bu öz-özünə tozlanmada homozigotların sayı artır. Saf xətlərin alınmasına tətbiq olunur. Elə homozigotların sayı artırsa, demək saf xətlər alınır. Demək 5. Kütləvi seçmə tətbiq olunur. Bəli, çarpaz tozlanan bitkilərə kütləvi seçmə, öz-özünə tozlanan bitkilərə isə fərdi seçmə tətbiq olunur.
İndi 1-ə aiddir 2, 4, 5. 2, 4, 5 bu da D variantı uyğun gəlir. 40-cı sualı da izah edək və növbəti videoda 41-dən başlayaraq izah etməyə. 40. Nəyə görə insan irsiyyətinin öyrənilməsinin sitogenetik üsulunda qanın eritrositlərindən istifadə olunmur? İnsan irsiyyətini öyrənmək üçün genealoji, əkizlik, sitogenetik, bir də biokimyəvi üsullardan istifadə olunur. Sitogenetik üsul nəyə əsaslanır? Yəni orada olan xromosom sayları, quruluşlarına əsasən irsiyyəti öyrənirlər. Xüsusən də saylara fikir verirlər. İndi amma qanın eritrositlərindən niyə istifadə olunmur? Çünki biz bilirik ki, yetkin eritrositlərdə xromosom olmur. Xromosom olmadığına görə niyə xromosom yoxdur? Çünki onlar nüvələrini itirir. Yetkin hala keçdikdə nüvələrini itirir. Xromosomlar da nüvədə olur. Demək, xromosomları da olmur. İndi biz burada birbaşa xromosom cavabı görmürük. Amma C variantında yazılıb ki, onlarda irsiyyətin maddi əsasları olmur. İrsiyyətin maddi əsasları elə xromosomlar sayılır.